Salam əziz YouTube kanalı izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bizi görüb biraz çaşqınlıq olmasın sizdə. Bəli, çox oxşarıq. Ekiz taydiyə çıxmamışam ömrə. Sadəcə siz bütün komentaryalarınızda ləkələrlə bağlı müraciət etmişsiniz. Və mən həmişə deyirəm ki, mən kosmetolog deyiləm, amma bugün TA Studiyanın kosmetologu və mənim bacım Mehriban xanıma müraciət etdim ki, sizlərə öz bilgiləri ilə bölüşsün. Ləkələr barəsində Mehriban xanım nələr bilirsə, onları sizə söyləsin. Buyurun Mehriban xanım, çünki doğrudan da hər dəfə mənə müraciət edirlər və mən deməkdən yorulmuşam ki, mən əslində kosmetolog deyiləm. Kosmetolog bir nəfər olar da ailədə, o da bizim Mehriban xanım. Ləkələr ümumiyyətcə xanımların qlobal bir probleminə çevrilir. Xanımlar əsasən yadda saxlamalıdır ki, ləkə problemləri payız ayından yaz ayının çıxışına qədər kosmetoloji proseduralar olana bilər. Yəni yayda heç bir kosmetoloji prosedura, yəni ləkələrə görə biz etmirik. Sadəcə müəyyən proseduralar eləmək olar ki, ləkənin biraz rəngini açmaq. Bu maskalarda ola bilər, yüngül peliklərdə ola bilərsə, yəni səthi peliklər ki, ləkənin rəngini biraz açar. Ancaq ki, ləkəsi çox olan xanımlar oktyabr ayından başlayaraq müalicəyə gəlməlidir. Bu müalicə ola bilər peeling, peelinglər, ola bilər dermapiya proseduru, plazma terapiya, mezoterapiya. Yəni bunun seçimin həkim edir. Bir də ki, xanımlar bilməlidir ki, ləkələr daxili problemlərdən də ola bilər. Yəni ginekoloji, qaraciyərdən ola bilər. Yəni bunlar da yoxlanılmalıdır. Kompleks şəkildə olduqda əlbəttə ki, daha gözəl nəticə ala bilərik. Bugün mən sizə Zarix firmasının qızıl maskasını təqdim etmək istəyirəm və bu maska dərinin rəngini açır və ləkələri açır. Və hardasa yay mövsümündə bundan istifadə edib, xanımlar oktyabr ayına kimi, yəni bunlardan istifadə edib, yüngül nəticə ala bilərlər. Bir də ki, xanımlara onu deyim ki, mütləq və mütləqə olmadan belə dəri gündən qorunmalıdır. Çünki gün şüası dərini tez qocaldır və ləkə salır. Buna görə SPF faktorlu gündən qoruyucu kremlərdən istifadə etməlisiniz. Yay ayları faktoru biraz yüksək olmalıdır. Qış və payız ayları faktor biraz aşağı olsa daha münasibdir. İndi maskamızı çəkəcəyik. Əvvəlcədən üz yuyulur, təmizləndir, yüngül peeling, yay peelingi olunur və maskamızı çəkəcəyik. Maska yarım saat qaldıqdan sonra plyonka halında soyulacaq. Görürsünüz, sizlər üçün nələr etmirəm. Kosmetologunuza da evinizə qonaq gətirmişəm. Mehriban xanım, birdən bizim xanımlarımız komentaryalarda yazacaqlar ki, 100% yazacaqlar ki, biz bu maskanı hardan alaq, necə edək? Bu maskanı bizim studiyaya yaxınlaşıb bizdən əldə edə bilərsiniz. Mehriban xanıma yaxınlaşıb. Türkiyənin məhsuludur bu, yəni satışda yoxdur. Bir də ki, xanımlar, kosmetologa gedərkən mütləq onu bilmək lazımdır ki, o medikdir yoxsa yox. Çünki tibb işçisi olmasa, yəni mümkün deyil ki, dərini tanısın və yaxud anlayışı olsun. Nələrsə etməklə o, əgər tibb işçisi deyilsə, məncə üstlərimizi o kosmetologlara etibar etmək. Göz ətrafını çıxmaq şərti ilə Böyle gözəl qoxusu var xanımlar. Yəni masaj liniyaları ilə çəkilir dəri. Bir də ki, xanımlar evdə, yəni mətbəxdə olan məhsullardan da maska hazırlaya bilərlər.
Bu məhsullar cəfəri də ola bilər, xiyar da ola bilər, ağartı məhsulları ola bilər, çünki onlar tərkibində su, turş su var. Ona görə onlar dərinin rəngini açır. Sitrus meyvələri də ola bilər. Yəni bunlardan maska hazırlayıb evdə istifadə edə bilərlər. Düzdür, mən deyə bilmərəm tam dəri ləkə gedəcək, ancaq rəngini aça bilər. Yəni mütəmadi istifadə etsələr, həftədə 2 dəfə, 3 dəfə rəngini. Evdə hazırladığınız maskaları yayda da istifadə edə bilərsiniz. Sadəcə gündən qoruyucu mütləq lazımdır. Bir də maskalar çalışın axşam vaxtı, ağardıcı maskaları axşam vaxtı çəkəsiniz. Günə çıxmayasınız. Səhər gündən qoruyucu çəkib çıxa bilərsiniz. Bəzən də peelingə, dermapenə belə bir fikir var ki, kosmetologların sehirli çubuğu salmış. Həm də Mehriban xanım, o da düzgün deyil. Elə müştərilər var ki, gəlirlər ki, bir anda belə məni eləməlisən cavab. Elə bir şey yoxdur. Və yaxud gözəl olur. Elə bir şey yoxdur. Yəni ki, bir proseduraya bir anda onu etmək olmaz. Çünki bunlar hamısı müalicə metodudur. Mən həmişə deyirəm pasientlərimə ki, hər şey kompleks şəkildə olmalıdır. Yəni bir prosedur edib də gözəl nəticə görmək, bu yəni biz Onların dərilər müxtəlif olduğu üçün, orqanizm müxtəlif olduğu üçün ona görə əvvəlcədən prob qoysalar daha gözəl olar. Bir damcı, bir miqdarda götürüb üzün bir tərəfinə bir miqdarda çəkib 5 dəqiqə saxlayırsınız. Qızartı, səpki, qaşınma olmadısa bütün üzə tətbiq edirsiniz göz ətrafının çıxmaq şərti ilə. Tətbiq etdiniz 15-20 dəqiqə bütün maskaları 15-20 dəqiqə saxlayırsınız. Sonra dərini ilıq suyla yuyursunuz. Su nə çox isti olmamalıdır, nə soyuq olmamalıdır. İlıq suyla yuduqdan sonra
qurulayırsınız. Quruladıqdan sonra özünüzün evdə istifadə etdiyiniz kremlərdən götürürsünüz və dəriyə çəkirsiniz. Biraz dəriyə kremi çəkəndə bəzi xanımlar çox dərini olmaz. yəni çox belə Sular, travma verirlər dəriyə. Travma vermək lazım deyil. Sadəcə çəkdiyiniz masaj liniyası. Ətrafınıza deyin, bizim YouTube kanalımıza üzv olsun. Nələr sizi maraqlandırırsa, nələri bilmək istəyirsinizsə mütləq bildirin. Çünki biz sizin üçün hər dəfə sizi maraqlandıran bir videoroliklər hazırlayıb sizin evlərinizə qonaq gələcəyik. Öpürəm sizi, özünüzdən müğayət olun və gözəlliyinizi əldən verməyin. Hələlik.